Karl Friedrich Gauss, riyaziyyatın şəhzadəsi və ya riyaziyyatçıların kralı da deyirlər ona. Bu uşağa bir dəfə müəllimi cəza verdi və bilmədən tarixin ən dahi riyaziyyatçılarından birini ortaya çıxarmış oldu. Müəllim şagirdlərə deyir ki, 1-dən 100-ə qədər olan bütün ardıcıl, natural ədədləri toplayın. Bütün şagirdlər başını aşağı salıb dəftərdə toplamaqla məşğuldur. Gauss isə bir neçə saniyəyə cavabı yazır. Müəllim təəccüblənir. Çünki Gauss bunları toplamamışdı, toplamaqla məşğul olmadan tapmışdı cavabı. O, bu məsələdəki məntiqi anlaya bilmişdi. Gauss gördü ki, 1 və 100-ü toplayanda, yəni sıranın əvvəlindəki ən kiçik ədədlə sonundakı ən böyük ədədi toplayanda 101 eləyir. 2 ilə 99-u toplayanda da 101 eləyir. 3 ilə 98-i toplayanda da 101 eləyir. Və bu qayda ilə əvvəldən və sondakı ədədləri toplayanda hər zaman 101 alınır. 1-dən 100-ə qədər də 50 cüt ədədi var və bu 50 cüt ədədin cəmi 101 eləyir. Demək ki, cavab 101 vur 50, yəni 5050-dir. Burada Gauss'un fərqi sürətli hesabda deyildi, o sürətli hesablamamışdı. Onun fərqi məsələyə fərqli baxmaqda idi. O, sualı yox, oradakı strukturu görə bilirdi. Bir sualda səhv edəndə orada dayan. Bəlkə də problem səndə deyil. Bəlkə sən də sadəcə məsələyə başqa cür baxmalısan, başqa cür yanaşmalısan. Gauss sonradan riyaziyyata belə baxdı. Az hesabla, amma çox düşün. Gauss pərdənin arxasındakını görə bilirdi, böyük rəsmi görə bilirdi. Unutma, dahi olmağı yox, doğru baxmağı, görməyi, pərdənin və məsələnin arxasındakı səbəb-nəticə əlaqəsini qurmağı, böyük rəsmi görməyi öyrənmək fərq yaradacaq.